Tebucaqlı üçbucağın iki tərəfinin uzunluğu 5 və 6-ya. Bu tərəflər arasındakı bucağın sinusu isə 5-də 3-ə bərabərdir. Bu üçbucağın üçüncü tərəfinin uzunluğunu tapın. Buradakı bucağımızı alfa ilə işarə edək. Bu 5, bu da 6 olsun. Əgər sinus alfa bərabərdir 5-də 3-dürsə, buradan kosinus alfanı da tapa bilərik. Kosinus alfa da bərabər olacaq. 1 çıxılsın 5-də 3-ün deməli kvadratı kök altında. Bu da bizə verər 1 çıxılsın 25-də 9. O da bərabərdir. 25-dən 9 çıxdıqda 16 qalır. 25-də 16. 25-də 16 alaraq kök altında. O da bərabərdir. 5-də 4 edər. Deməli kosinus da 5-də 4-dür. Kosinuslar teoremindən istifadə edək. Deməli x-in kvadratı bərabərdir. 5-in kvadratı üstəgəl 6-ın kvadratı. Çıxılsın 2 vur 5 vur 6 vurulsun kosinus alfa, yəni 5-də 4. Bu da bərabərdir. 5 ilə 5 ixtisar gedər. 5-in kvadratı 25, üstəgəlsin 36. Çıxılsın 2 vur 6, 12. 12-ni də 4-ə vursaq 48. Bərabərdir. 25 ilə 36-nın cəmi 61. 61 çıxılsın 48. Deməli qalar 13. Deməli x kvadrat 13-dürsə, x-in özü kök altda 13 olar.